Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Trendyoldan yeni bağlamalarım gəlib. Həm onları açıb göstərmək, həm də ki, bəzi sürprizlərim olacaq. Onları göstərmək istəyirəm. İlk öncə Pierre Cardin'in 3 dənə bədən losyonu var. Onlardan birini götürdüm. Digər ikincini sifariş vermişəm. Üçüncünü də sifariş verməyi fikirləşirəm. Bunu çox bəyəndim. Rozve rəngdədir. İyi, çox qəşəngdir. Parfümlü iyi var. Biraz daha yağlı losyondur. Hobninkilər daha öncə istifadə etdiklərim daha duru idilər. Bunu sadəcə əlimdə yoxlamışam, hələ ki bədənimdə yoxlamamışam, amma belə çox bəyəndim. Daha sonra Faberlicdən bir dənə yağ bazalı parfüm götürdüm. Bunları öz mağazasında Faberlicin yoxlamışdım. 2 dənə idi. İkisini də çox bəyənmişdim. Bunu götürdüm çünki endirimdə idi. Çox ucuz qiymətə düşürdü. Amma mağazada yoxlayarkən baş hissəsi parfüm sıxacağı var idi və parfüm şəklində sıxmaq olurdu deyə yadımda qalıbdı və burada o şəkildə gəlmədi. Baş rolon şəklində gəldi. Məncə həm parfüm suyu alıb qaçışdırıb, həm də ki, parfüm sıxacağı başına taxıb o şəkildə parfüm o kimi sıxmaq olar. Əmiyi var. İkisi də çox qəşəngdir. Digəri də endirimə düşəndə yəqin ki, digərini də alacağam. Onu da sifariş verməyi fikirləşirəm. Bu şəkildə vurulur. Daha sonra gələk sürprizlərimə. Öz istifadə etdiyim qəhvəyi rəngli karandaşım var idi və onu çox bəyənmişdim və qurtarmaq üzrə idi. Ona oxşar karandaş axtarırdım və təsadüfən makyaj mağazasında bu karandaşı tapdım və çox bəyəndim. Çox oxşardı. Rəngləri də həm eyeliner olaraq göz üstünə vurmaq olur, həm də ki, dodaqda kontur olaraq istifadə eləmək olur. Çox qəşəng karandaşdır. Daha sonra 4 dənəli yağ parfümü götürdüm. Bunların cəmi 50 qəpik idi qramları. Bu Captain Black 6 qram götürdüm. Cəmi 3 manata. İyi, çox qəşəngdir. Digəri Armanisi, onu da 6 qram 50 qəpikdən götürdüm və cəmi 3 manata aldım. Onun da iyini çox bəyəndim. Daha öncə bunları istifadə eləməmişdim. Digər üçüncü fəndi. Onu 10 qramdan 5 manata götürdüm cəmi. Yəni parfüm suyu qatıb bu şəkildə bunları parfüm kimi istifadə eləmək olur. Bunun iyini də çox bəyəndim. Çox qəşəngdir. Daha sonra dördüncünü isə həmişə istifadə etdiyim parfümdür. Çox bəyənirəm. Ümumiyyətlə həyatımda bəlkə də ən bəyəndiyim parfümlərdən biridir. Ona görə bura adını yazmıram. Bəlkə də görüntüsündən, rəngindən tanıyan olacaqdır. Çox qəşəng parfümdür. Belə hələlik bu qədər. Kanala dəstək olmağı və yazmağı, bəyənməyi unutmayın, zəhmət olmasa.